Herkese salam. Mən bugün sizlərə ən yaralı mövzumuzdan biri olan, yəni həkimlər üçün ən yaralı mövzularımızdan biri olan mövzu haqqında danışmaq istəyirəm. Bu mövzu haqqında sənətinə və özünə çox hörmət elədiyim ginekoloq Günel xanım danışıb. Bu hamilələrə gərəksiz trombofiliya panelinin yoxlanmadan yazılan kleksandan, laxtalanma iynələrindən və s. Buradan mən də səslənirəm. Əziz həkimlər, əziz ginekoloqlar, bilib-bilmədən, araşdırmadan ailə anamnezini, xəstənin öz hekayəsini araşdırmadan, xəstənin öz genetik trombofiliyasını, yəni laxtalanma genlərini araşdırmadan hamilələrə boş-boşuna kleksan yazmayın. Çünki bu gələcəkdə doğulan uşaqda da fəsadlara yol açacaq. Çox uşaqlar beyinciyə, beyinə, baş beyinə qansızma ilə, doğulduqdan sonra qansızma ilə xəstəxanada yatır. Bunun da səbəbi qanın həddən artıq durulmasıdır, vurulan kleksanın nəticəsindən asılı olaraq. Ona görə də əgər kleksan təyin edəcəksə, biz mütləq trombofiliya panelini verdirməliyik. Oradakı çıxan genlərin mutasiyasına baxmalıyıq və mutasiyanın dərəcəsinə uyğun, əgər mutasiya varsa bu genlərdə, mutasiyanın dərəcəsinə uyğun olaraq kleksanı və yaxud da ki, tabletka formasında digər qandırıcı dərmanlardan istifadə edə bilərik. Yalnız bu halda. Hətta buna nümunə olaraq belə bir vaka haqqında danışmaq istəyirəm. Bir pasiyent mənə müraciət etdi. 2 ardıcıl düşü olmuşdur. Qanaxma vasitəsilə düşü olmuşdur. Və xanımdan soruşuram ki, niyə kleksan vurulub sizə? 2 hamilənin ikisini də kleksan məsləhət görüblər və deyir ki, həkim yazdı sadəcə. Deyirəm, bəs laxtalanma analizinizə baxaraq yazdı. Yəni, genetik olaraq laxtalanma analizi vermişdiniz ya yox? Deyir, yox, heç bir analiz verməmişdim. Və bu xanıma biz genetik olaraq laxtalanma analizi veririk və görürük ki, laxtalanma artıq deyil də əksinə. Qanın gec laxtalanması var bu xanımda və buna ümumiyyətlə kleksan olmaz. Yəni, xanım özü də deyir ki, bəli, mənim uşaqlıqdan hər hansısa bir əlim kəsiləndə, nəsə yara yeri falan, qanım həddən artıq durudur və gec laxtalanır. Və buna rağmen ginekoloq heç bir anamnezi araşdırmadan, soruşmadan kleksan hamiləlikdə tətbiq edib və nəticəsi düşüklə sonlanıb.